Mən Hacıyev Səxavət, şəhid Hacıyev Elmazın anasıyam. Mən üçün bu 5 il o qədər bir ağır günlər keçdi ki, hər zaman günbəgün necə döyüşə getdi, necə yola düşdü, necə harda döyüşdü, necə nələr mənlə danışdı, o günləri bir xatırladım. Elmaz könüllü getdi, səfərbərliyi ilə çağırıldı getdi. Elmaza dedim ki, getmə da 2 uşağım var, bir ailəm var, ailəm uşaqdır elə. Dedim ama yox, mən araq vermişsin. Elmaz Allah rəhbər deyil, yola döyüşdü, düzəldi, döyüşə getdi. Amma Elmazın bir gün 2 dənə mənə amanəti var. Bir yoldaşı var. Mənə dedi ki, axır sənəcəm, amma balalarım sənə amanət. Elmazın məndə amanətləri elə 3 dənə evladı deyil, yoldaşı da uşaq var. Elmazın mənə bir amanəti var. Allah köy vətənimizi qorusun. Elmaz vətən uğrunda gedən döyüşlərdə şəhid oldu. Elmaz torpağı seçdi, vətəni seçdi. Nə anaya baxmadı, nə ailəyə, nə uşağa. Vətən deyib getdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amma bu günlər üçün çox çətindir. Yoldaşının üzünə baxıb bir sonra, evlatlarına baxıb bir sonra. Bir yandan da qürurludur, bir yandan da qürur duyuram ki, bala vətən yolunda gedib, dövlət yolunda gedib. Cənab Prezidentimizin dəmir yumruğu yolunda gedib. Var olasın, çox sağ olun, Allah hər birinizi qorusun ki, bizim balalarımızı yaşadırsınız, dəyərlendirirsiniz. Danış. Mən şəhid Hacıyev Elmaz, Elmar oğlunun həyat yoldaşıyam. Bugün mənim yoldaşımın şəhid olduğu gündür, dekabrın 2-si. Yoldaşım Qəhrəmancasından Laçın rayonunun Suaresi kəndində şəhid olmuşdur. Yoldaşımdan mənə qalan 2 dənə evladım var. Biri Yağmur, biri Elmar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elmazla mənim yaşaya bilmədiyim xoş günlərimi, arzularımı, uşaqlarım yaşasın. Elmazın adını Elmar yaşatsın həmişə. Allah anıma dəyməsin, həmişə yanındadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günlərin 5-ci il dönümüdür. Bu 5 il ərzində bütün çətinliklərin üstündən bir təhər olsa da yola vermişik. Allah bundan sonra dözüm, səbir, uzun ömür, can sağlığı versin qaynanama, mənə, o uşaqların xoş günlərini görək, toyunu görək. Amin. Elmaz görə bilmədiyi arzuları var idi, arzularımız var idi. Amma çok istəyər görsün. Sen de beni terk eledin, sevdiğini məhviledin. Ben sana tez kavuşmağı her gün Tanrımdan diledim. Amma mənim balamın mənə bəxti var. Yəni qoy hamı bilsin, hamı eşitsin, bu paylaşım hər yana olsun. Mənə dedilər ki, burada obyekt tikir, mənə dedilər ki, burada dükan tikir. Amma bir gün bunu elədim ki, hər biriniz şahid olasınız ki, mən burada obyekt tikmirdim, bulaq tikirdim. O da mənim balamın mənə dediyi bəxti edib. Balam mənə demişdi ki, mama dedim, mən şəhid olacağım. Mən üçün karit daşı saldıracağım. Hətta mən məzarımda o daşı saldıra bilmədim. Dedilər, eyni bir daş olsun. Ona görə mən elə qərar verdim özümə ki, özümün üstümdə bir ağırlıq bilirdim.
balamın dediğin yerine getirmediğim için elə bilirdim ki, bu dünya mənim üçün hər yan qaranlıqdır. Allah'tan möhlət istəyirdim ki, mən bir dənə Elmazın o arzusunu, o kəlamın yerinə getirim ki, Karitli daşın abidəsini tikib, Karitli daşını saldırım. Bax budur, Allah hər birinizdən razı olsun. Mən Şəhid analarıma gürültülü almışa layiqdir. Allah sizləri qorusun, Allah sizləri var eləsin, minnətlərəm. Çox sağ olun. İndi isə istəyərdim ki, çıxış üçün sözü verək. Bizim daima şəhid ailələrimizə doğma olan, yaxın olan, xidmət göstərən və ictimai fəal kimi əsl Azərbaycan vətəndaşının fəaliyyət göstərən Əliyev Nəsibə xanım. Zəhmət olmasın.